Murad bəy, elə ondan başlayaq ki, biz hazırda ekranda da hər iki liderin fotosunu görürük. Bir tərəfdə Müştəbə Xamenei, digər tərəfdə Donald Trump var. Hər ikisi kifayət qədər sərt ritorika ilə danışır, amma danışıqlar üçün növbəti bir ümid də yaranıb. Pakistan tərəfi elə bundan öncəki danışıqlarda da əslində açıqlama vermişdi. İndi də yenə onlardan açıqlama gəlib. Bir tərəfdən də Associated Press yazır ki, Cenevrədə bu görüş keçirilə bilər. Pakistanda keçiriləcək ikinci görüşdən, yəni ikinci raunddan sizin hansısa bir xüsusi gözləntiniz varmı? Birinci ilə bağlı deyirdilər ki, nəticə əldə olunmayacaq böyük ehtimalla. Deməli, ilk olaraq sizin qeyd edirsiniz ki, hər iki lider tərəfindən sərt ritorika eşidirik. Bilirsiniz, ritorikanı Donald Trump tərəfindən biz eşidirik və görürük. Amma İranın lideri tərəfindən biz nə bunu görürük, nə də bunun öz səsi ilə nəyisə eşidirik. Amma bəyanatlarını yayımlayırlar. Yayımlayırlar, amma kim yayımlayır onu? Kimin adından yayımlayır? Necə yayımlayırlar? İran mediasına istinad edirik, Müştəbə Xameneinin adından bilirsiniz, yayımlayırlar. Belə bir vəziyyətdə əgər dövlətin ən ağır vaxtında lider özü çıxıb, şəxsən çıxış eləmirsə, deməli liderlə bağlı ciddi problemlər var. Ona görə onun adından yazılan bəyanatlar çox güman ki, hansısa başqa qüvvələr tərəfindən səsləndirilir. Bu bir. İkincisi, danışıqlarla bağlı, bilirsiniz, ortalıqda şərtlər var. Bu şərtlər nədən ibarətdir? Amerika Birləşmiş Ştatları birmənalı olaraq İranın nüvə proqramından imtina edilməsi və əldə elədiyi zənginləşmiş uranı beynəlxalq nəzarətə ya da ki, əslində Amerika Birləşmiş Ştatlarına təhvil verilməsini tələb eləyir. Bu ən əsasıdır. Başqa məsələlər də var. Ən əsası idi Pakistandakı danışıqlar vaxtı və sizin studiya müzakirə edərkən mən bildirmişdim ki, mən inanmıram. Ona görə ki, İran tərəfi bundan imtina eləsə, İran üçün bu kapitulyasiya deməkdir. Bu baxımdan o danışıqların hər hansı nəticəsini gözləmirdi. Və növbəti raunddan söhbət gedirsə, indi mən inanmıram. Birincisi, rəsmi biz hələ ki, bəyanatlar eşitməmişik. Müxtəlif mənbələrə istinad eləyərək mətbuat yayır bunu. Hətta belə olsa belə, düşünmürəm ki, artıq ikinci raunda Amerikanın vitse-prezidenti gələcək. İlk dəfə Gəlməyəcək deyirsiniz. çox güman ki, bu biraz aşağı səviyyədə ola bilər. Amma əsas məsələ, mən düşünürəm ki, 2 həftəlik atəşkəs var. Bax, bu atəşkəs dövründə Amerika Birləşmiş Ştatlarının məqsədi var. Məqsəd ondan ibarətdir ki, ABŞ yenə də regiona əlavə qüvvələr toplayır. Artıq regionda vaxtilə bu müharibə başlayanda 2 dənə təyyarə daşıyan gəmilər var idi. Yadınıza salın, Gerald Ford və Avram Lincoln. Bu gün isə artıq 3-cüsü qoşulu George Bush. Əlavə olaraq 2 desant gəmisi deyirlər, amma əslində o da təyyarə daşıyan gəmidir. Tripoli və Boxer. Bunlar hər ikisi vertikal uçuşa malik olan təyyarələri də daşıyırlar və hər birinin üstündə 2200 hərbi dənizçilər, dəniz piyadaları mövcuddur. Bax, bu toplanıb, bundan əlavə 3-4 gündür biz görürük ki, yenə də həmən o körpünü yaradıblar, hava körpüsünü yaradıblar Amerika Birləşmiş Ştatları və ABŞ-dan körfəzə silah soşa daşınır. Yadınızdadırsa, bu müharibədən əvvəl biz sizinlə müzakirə eləyəndə istinad eləyirdik bəs bu məlumatlara ki, bu müharibə başlanmalıdır. Çox güman ki, atəşkəs bitəndən sonra yenə də hansısa bir əməliyyatlar olacaq. Amma İran tərəfi şansı var. Əgər imtina eləsə nüvə proqramından ilkin olaraq rəsmi, amma buna mən inanmıram ki, bu hansı bir nəticə görünmür. Murad bəy, bir də Livanla bağlı danışıqlar var. O, bugün ərzində keçirilməlidir. Düzdür, Hizbullah çox sərt bəyanatlar verir və Livanı buna görə hətta ittiham da edir ki, niyə danışıqlara getməliyik? Masada isə Vaşinqtonda qurulacaq. Masada həm də Amerika Birləşmiş Ştatları tərəfindən nümayəndələr olacaq. Hətta J.D. Vance'in də adı çəkilir. Digər şəxslər, rəsmi şəxslərin də ehtimal üzərindən adları çəkilir. Nəticə etibarilə bu masada kimlərin olacağını deyə bilmərik ki, amma Hizbullahın bu qədər sərt bəyanatlar verdiyi bir vaxtda Livanla İsrail hansısa bir formada razılığa gələ bilərmi sizcə? Ola bilsin gələ bilər və bundan əvvəl də olub ki, müəyyən razılıqlar əldə ediblər. Vaxtilə Livan öhdəlik götürmüşdü ki, Hizbullahı tək silah eləyəcək.
Amma bu günləri Livanın özündə Livan hökumətinin o qədər imkanları yoxdur ki, hansısa bir ciddi addım Hezbollah'a qarşı görsün. Ona görə ki, Hezbollahın kifayət qədər əlində silahlı qüvvələri var və onlar Livan rəsmi hökumətinə ciddi təzyiqlər göstərirlər. Bu baxımdan o əvvəlki dövrlər. Amma bugünkü günü İsrailin zərbələri endirilməsi, orada bilirsiniz ki, Livanın cənubunda bir şəhər var, oranın mühasirəyə alınıb, o şəhərdə də əsasən Hezbollahın qərargahı sayılan bir şəhərdir və s. Hezbollah üçün belə hasantlı bir vəziyyət deyil. Ona görə ki, İranın dəstəyi də artıq əvvəlki kimi dəstək deyil. Bu baxımdan Livan yenə də, məsəl üçün, İsraillə hansı razılığa gələ bilər? Amerika Birləşmiş Ştatlarında danışıqlar olacaq. Artıq Marco Rubio elan edib ki, dövlət katibi mən də iştirak edə bilərəm. Orada xüsusi olaraq səfirlər iştirak edəcək. Livanın ABŞ-dakı səfiri, İsrailin ABC-dakı səfiri və əgər səfərməsə ABŞ-ın İsraildəki səfiri. Bəli, əsasən səfirlər səviyyəsində olacaq. Bu danışıqlar çox güman ki, nəticə də əldə olunsa belə, o nəticəni regiondakı vəziyyətə, xüsusi olaraq Hezbollahla olan vəziyyətə transformasiya eləmək mümkün olmur. Ona görə ki, Hezbollah Livan hökumətinə tabi deyil, hətta son dövrlər olan arasında münaqişələr baş verir. Bu baxımdan düşünürəm ki, bu sadəcə olaraq bir siyasi bir şou olacaq da. Siyasi bir şou olacaq. Hizbullah da öz əməliyyatlarını davam etdirəcəksə, bu zaman Hizbullaha hansısa bir formada İsrailin təbiricə deyirəm, zərərsiz hala gətirmə imkanları varmı? Bilirik ki, Hizbullah İranın təsirləri mövcuddur. Yəni, İranın proksi qruplarından biridir. Yəni, Hizbullahı dayandırmaq üçün bəs İranın bugün gücü nə qədərdir və yaxud da istəyi deyək bu proseslər? İstəyi ola bilər olsun, amma gücü, imkanları, bu günləri yoxdur. Birincisi, logistika yoxdur. Əvvəlki logistika vasitəsilə ora nəsə silah, sursat və s. çatdırmaq çətindir. İkincisi, son dövrlər biz gördük ki, İsrail həddindən artıq ciddi Livanda əməliyyatlar keçirdi, bombardmanlar olub. Ciddi itkilərdən söhbət gedir Hezbollahın içində. Hətta səsləndirirlər ki, bu səfərki əməliyyatda Hezbollahın itkiləri əvvəlki o pager əməliyyatına uyğun olaraq, hətta ondan da çox ciddi rəhbərliyin içində olan aparıcı qüvvələrin itkiləri nəticələnib. Bu baxımdan düşünürəm ki, İsrail öz əməliyyatlarını orada davam eləyəcək və əsas məqsəd bu danışıqlarda bir daha da Livan hökumətini öz maraqlarına cəlb eləməkdir. Həm ABŞ-ın, həm İsrailin, o cümlədən də mümkün qədər İranın təsirləri altından çıxartmaqdır. Və real vəziyyətə nəzərə alsaq, İranın artıq dəstək vermə imkanları zəifləyib, İsrailin ABŞ-ın hərbi qüvvəsi regionda güclənib, artıq faktiki olaraq ciddi zərbələr endirilir İsrail ora. Bu baxımdan müəyyən Livan hökuməti tərəfindən Hezbollah'a qarşı ciddi bəyanatları eşidə bilərik. Murad bəy, bir də Avropa İttifaqının bu məsələlərdəki mövqeyi maraqlıdır. Kaja Kallas'ın bir açıqlaması var. Onu əvvəlcə təqdim edək, daha sonra isə müzakirəmizi bu yöndə davam etdirəcəyik. Avropa İttifaqının ali nümayəndəsi nə deyir? Deyir ki, Amerika Birləşmiş Ştatlarının Hörmüz boğazında atdığı addımları Avropa İttifaqı üçün tam aydın deyil və Vaşinqtonun konkret hansı tədbirləri həyata keçirdiyi ilə bağlı qeyri-müəyyənlik var. Beynəlxalq gəmiçilik marşrutları açıq qalmalı və bu yolların istifadəsinə görə hər hansı ödəniş və ya vergi qanuni hesab edilməməlidir. Avropa digər ölkələrlə birlikdə Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etməyə hazırdır, lakin bu yalnız hərbi əməliyyatlar başa çatdıqdan sonra mümkün olacaq. Avropa İttifaqı deməyə çalışır ki, biz Trump'ın bu çağırışlarına məhəl qoymayacağıq. Ora müharibə getdiyi zaman hər hansı bir dəstək verməyəcək, amma əlavə deyilir ki, biz Trump'ın daxı hansı addım attığını başa düşmürük. Trump da blokada həyata keçirir. Bu bəyanatdan əsas məqsəd odur ki, yenə də Avropa Birliyi Amerika Birləşmiş Ştatlarının arasında olan soyuq müharibəsini səsləndirir. Bu nə deməkdir? Bunlar artıq qeyd edirlər ki, Amerika Birləşmiş Ştatları öz əməliyyatlarında bizimlə məsləhətləşmir, bizim mövqeyimizi nəzərə almır, fikir verirsiniz, biz bilmirik onun məqsədlərini, burada o qeyd olunur. Amma Ormuzun bu günləri açılması və hərbi müdaxilə olmayaraq açılması bu qeyri-ciddi görsənilir. Ona görə ki, doğrudan da İran tərəfinin məqsədi, yeganə bir şansı bu Ormuz boğazı ilə bağlı təzyiq etməkdir. Amma ABŞ-ın əks addımı, hətta bir şənbə günü biz
biz verilişdə də bunu dedik. Biz gözləyirdik ki, bu blokada Amerikanlar həyata keçiriləcəklər. Qaldığımız yerdən davam edək. Bu məsələni kiçik haşiyə çıxaraq təqdim etmək istədik və elə Kaya Kallas'ın açıqlaması var idi. Onu yenidən ekrana gətirək. Siz də söylədiniz ki, bu daha çox Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları arasındakı fikir ayrılıqlarının həm də bariz nümunəsidir verilən açıqlamalar. Bunu bir daha nümayiş etdirir. Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı hər zaman müttəfiq olaraq tanınıb dünyada və Birləşmiş Ştatlar prezidenti Donald Trump hesab edirdi ki, o hansı qərar versə Avropa İttifaqı bununla razılaşacaq. Ukrayna məsələsində amma Avropa İttifaqı Birləşmiş Ştatların onları tək qoyduğunu düşünür. O zaman indi belə bir fikir ayrılıqları, artıq parçalanmalar müşahidə edilirsə, bu bölünmələr, rollar üzrə sizcə hansı formada olacaq? Deyək ki, Ukrayna məsələsindən Avropa İttifaqı məşğul olacaq, Birləşmiş Ştatlarla yaxın şərq mi, yoxsa necə bölünəcək bu rollar? Ukrayna ilə bağlı məsələdə Amerika Birləşmiş Ştatlarının mövqeyini biz eşitmişdik. Amerika Birləşmiş Ştatları daima olaraq Avropa ittiham eləyir ki, xüsusi olaraq istər Ukraynadan bağlı məsələlərdə, xüsusi olaraq da NATO-dan bağlı ki, biz kifayət qədər böyük maliyyə yardımları ötürürük sizə. Biz kifayət qədər böyük xətt çəkirik, hərbi bazalar saxlayırıq. Amma siz Rusiya ilə alver eləyirsiniz, Rusiyadan qaz alırsınız və s. və s. Yadınızdadırsa bu məsələlər çox müzakirə olub mətbuatda. Bu baxımdan onların Ukrayna ilə bağlı məsələlərin son danışıqların nəticəsi ondan ibarət oldu ki, Amerika Birləşmiş Ştatları kifayət qədər silah-sursat verməyə hazırdır, amma onun xərcini Avropa Birliyi ödəməlidir. Ona görə ki, bu əsasən Avropanın təhlükəsizliyi məsələlərdir. İranla bağlı olan məsələlərdə isə əlbəttə ki, bu Avropanın o qədər də maraqlarına toxunmur, amma yenə də Boğazla bağlı orada bilirik ki, maye qazın bir hissəsi Avropanın cənub ölkələrinə gedirdi. Lap qısa, çox az, bəlkə 5-10% oradan çıxan neft məhsulları da Avropaya gedirdi. Bu baxımdan ancaq təsir eləyir. Amma Avropanın yanaşması fərqlidir. Burada bilirsiniz, Avropa ilə Amerikanın arasında bugünkü Avropa Birliyi ciddi ideoloji mübarizə var. Bu ideoloji mübarizə, mən hər zaman bunu deyirəm, sağçı konservatorlar və solçu liberallar arasındadır. Bu günlər Amerika Birləşmiş Ştatlarının hakimiyyətdə sağçı konservatorlardır, Avropada solçu liberallar. Biz bu münaqişənin, belə deyək, gərginliyi Vence'in Avropaya səfəri vaxtı onun çıxışında eşitdik. Evet. Və bu davam eləyir müxtəlif formalarda və müxtəlif hadisələrdə, xüsusi olaraq İranla bağlı hadisələrdə də biz bunun çalanı görürük. Murad bəy, bir də New York Times'ın bir iddiası var. Qeyd olunur ki, nüvə məsələsi ilə bağlı Amerika Birləşmiş Ştatları İrana yeni təklif göndərib. Bu təklifdə ən azından 20 il müddətinə dondurulması təklif olunur. Yəni, bir dəfəlik yox, 20 il müddətinə bununla bağlı öhdəlik götürməsi. Sizin fikrinizcə, İran, digər tərəfdən Reuters də yazır ki, artıq danışıqlarda ortaq məxrəcə gəlməyə yaxındır tərəflər. O zaman 20 il müddətinə İran, Amerika Birləşmiş Ştatlarının tələbi ilə dondura bilərmi bu prosesləri və yaxud da dondurmuş kimi bir, deyək ki, ab-hava yarada bilər? Bilirsiniz, bu son bir həftənin içində New York Times qazeti o qədər, belə deyək də, həqiqətdən uzaq məlumatlar yaydı. Hətta bu günləri Donald Trump öz tweetində də onları bir daha fake news adlandırdı. Xüsusi olaraq Reuters də bir-iki dəfə səhv bir məlumatlar yayıb. Gəlin, qəzetlərin verdiyi məlumatlara yox, rəsmi şəxslərin qeyd elədiyi məsələ. Rəsmi şəxslərin məlumat verməsi çətin məsələdir, Murad bəy. Gözləyirlər ki, proseslər yekunlaşsın. Açıq aydın Amerika Birləşmiş Ştatları deyib ki, və Donald Trump da bunu təkrarlayır dəfələrlə ki, biz İrana nüvə silahı əldə eləməyə imkan verməyəcəyik. Yəni, tələb budur. Amma 20 il, 50 il, 5 il, 10 il müxtəlif söhbətlər gedə bilər. Konkret budur. Mən inanmıram ki, İran tərəfi buna gedər. İran tərəfi ən ağır vəziyyətində buna gedəcək. Ona görə ki, bu cür rejimlər üçün bu cür güzəştə getmək mən hesab edirəm ki, onlar üçün əsl kapitulyasiya sayıla bilər və o ciddi daxildə problemlərlə rastlaşacaq. Həmçinin də bilirsiniz ki, bu Amerika Birləşmiş Ştatları tərəfindən boğazın bağlanması İran iqtisadiyyatına ciddi zərbələr vuracaq. Hesab eləyin ki, hər gün 450 milyardlıq neft məhsulları İran ixrac eləyirdi bu boğaz vasitəsilə. Bugünkü günü İranın neft məhsullarının 90%-i
bu boğaz vasitəsilə ixrac olunur. Ümumiyyətlə ixrac-idxal əməliyyatların 40%. Bu qədər zərbəni İran iqtisadiyyatı bu bombalanmadan sonra çox bunun əziyyətini çəkəcək və bu baxımdan hesab edirəm ki, İran tərəfi məcbur olacaq getməyə. Amma yenə də qayıdıram ki, bu rejimin rəhbərləri bu nüvə proyektindən imtina eləsələr, bunlar üçün kapitulyasiya olacaq. Çox çətin bir məsələdir. Çətin məsələdir deyirsiniz. Çin sədri Xi Jinpingdən də açıqlama var. Əbu Dabinin vəliəhdi ilə görüşündə bəzi önəmli detallara toxunub yeni xəbərlər də çıxır. Çin Yaxın Şərq və Fars körfəzi ölkələrində dayanıqlı təhlükəsizlik sisteminin formalaşmasının tərəfdarıdır və Xi Jinping deyir ki, dünyanın cəngəllik qanunlarına qayıdışı qəbul edilməzdir. Biz bilirik ki, Çin də bu proseslərdə əslində pərdə arxasında aktiv rol oynayır. İranla xüsusilə də danışıqlar məcrasında, müstəvisində. Donald Trump da hər zaman bütün məsələlərə etiraf elədiyi üçün Çinin də rolunu xüsusilə diqqətə çatdırıb. Düzdür, Çini biz daha çox kənarda görürük, daha çox iqtisadi baxımdan özünü inkişaf elətdirdiyini izləyirik. Amma siyasətdə də Çin aktiv pərdə arxasında rol oynayır. Bu müharibədə, bu münaqişədə Çinin mümkün təsirləri və yaxud da rolu bu mərhələdən sonra necə ola bilər? Çinin əsas məqsədi burada əlbəttə ki, İrana qarşı keçirilən əməliyyatda Çinin birbaşa olaraq iqtisadi, həmçinin də müəyyən mənada siyasi maraqlarına təsir göstərir. İranın ixrac etdiyi neft məhsulunun 37%-ni Çin alır və Çin bunu aşağı qiymətlərlə əldə edir. Bax, bu günləri Ormuz bağlanıbsa, bu əsas ziyan, zərbə deyəcək Çinə. Bu vacib faktordur. Amma Çinin də siyasi fəaliyyətində, bax, bir həftə bundan əvvəl BMT Təhlükəsizlik Şurasında qətnamə irəli sürülmüşdü ki, Ormuz boğazının açılması ilə bağlı. İki ölkə veto qoydu. Bu ölkələrdən biri Rusiya idi, biri Çin idi. Baxmayaraq, iqtisadi maraqları onu tələb edir ki, açılsın və istənilən neft məhsulunu alsın, amma... Bu qısa müddətli əslində perspektiv üçün plandır. Görürsünüz, siyasi maraqlarla, iqtisadi maraqların arasında nə qədər ziddiyyət var və ümumiyyətlə deyim sizə ki, Çinin beynəlxalq siyasəti o dərəcədə də təcrübəsi yoxdur bu cür prosesləri idarə olunmasında. Vaxtilə Ukrayna məsələsində də Çin bir-iki dəfə təşəbbüs irəli sürmüşdü, amma o təşəbbüslər heç bir nəticə vermədi, yazdadsa, bax, bu baxımdan. Ona görə düşünmürəm ki, Çinin hansısa bir addımlar atacaq ciddi bu məsələni çözmək üçün. Əsas problem ABŞ, İsrail və İran arasında olan gedən proseslərdən asılı olacaq. Təşəkkürümüzü bildiririk Murad bəy, minnətdarıq sizə studiyamıza gəldiyiniz üçün. Sağ olun dəvətinizə görə.